Salam dostlar, hər vaxtınız xeyir. Dostlar, yaxın vaxtlar ərzində musiqiçilərin çoxsunun xəbəri var ki, sintezatorlarda ifa edirdilər və həmin ifalar vokal səslənirdi. Və çox musiqiçi də elə bilirdi ki, yəni bu səslər sintezatorun özündədir. Xeyr, o səslər proqram vasitəsilə çevrilmiş olan səslər idi. Yəni onlar sintezatorda yox idi. Yəni bunu çox musiqiçi məndən istədi. Düzdür, məndə biraz vaxt söhbəti biraz azdır. Yəni çatdıra bilmirəm həqiqətən iş baxımından. Deməli mən bunları yazdım sintezatora. Yəni burada proqram falan yoxdur. Sintezatorun özündədir və hansı model üçün istəsəniz bunu yazmaq mümkündür. Və mən bunları yazdım. İndi sizə bir nümunə kimi göstərim. Belə dostlar, həmin səslər sintezatorlarda var. Bütün modellər üçün də yazmaq mümkündür. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.